Bəli, demək olar ki, şahın sarayında nökər naiblər öz vəzifələrin, öz görevlərin yerinə yetirir. Səd Taftazani ilə şah əyləşmişdi, söhbət eləyirdi. Nökərlərdən biri xəbər verdilər ki, şaha Seyid Mir Şərif saraya təşrif gətirib. Şah da Seyid Mir Şərifin adını eşidən kimi tez durdu ayağa ki, Seyidi qarşılasın, onun istiqbalına çıxsın. Şah gəldi, Seyid Mir Şərifin xidmətinə yetişdi və məxsus bir vəzlə ona ehtiram elədi. Şah ağanı gətirdi məclisə. Molla Səd ki, ənkə böyük alim idi, təkəbbür üzü ilə Seyidə etina eləmədi. Yəni Seyid Mir Şərif ki, məclisə təşrif gətirdi, heç onun istiqbalına durmadı, durub məsələn yer göstərmədi, ona ehtiram eləmədi. Molla Səd ki, 15-ci məsum deyir ki, o çox da alimdir. Çox da məsələn böyük elmlərə sahib olan bir ənkə böyük alimlərdəndir. Amma bədbəxtliyi üzündən içinin xarablığı, ovqatın təlx elədi, halı 180 dərəcə mənfiyə doğru dəyişdi. Seyid məclisə varid olanda hiss elədi ki, mənə etina olunmadı. Yəni bu Səd tərəfindən, Molla Səd tərəfindən ona ehtiram olunmadı. Əzizlər, Molla Səd deyirlər ki, həmin o ovqatının təlx olması fonunda məriz oldu, yatağa düşdü və həmin xəstəliklə də dünyasını dəyişdi. Sadatla, seyidlərlə bu şəkildə müamilə eləmək, bu şəkildə hörmətsizlik eləmək, onunla müxalifət eləmənin, etinasızlığın qahən sonu bu tərzdə, yəni arzu olunmaz şəkildə bitər. Mən hökman demirəm onu Seyid öldürdü, amma Sadata hörmət lazımdır. Bexətri Həzrət Rəsul, Həzrəti deməli xətmi mərtəbətə xatir gərəkdir ki, Seyidə hörmət olunsun. İndi yaxşıların, möminin, mütədəyyinin, məsələn, şəri qanunlara riayət eləyən, Allah, Peyğəmbər, imam deyən yolla gedənləri özünə görə, indi bir balaca, məsələn, xətası olanları isə, bəli, Həzrət Risalət Məab sallallahu aleyhi və alihil ətiyaba xatir gərək hörmət eləyəsən. Molla Sədin təkəbbürliyi, içinin paxır bağlaması, Seyidə ehtiram qail olmaması bu cür sonluqla sonuclandı. Bəli, gələk o ağanın kitabı ilə tanış olaq. Bismillahirrahmanirrahim. Bedan əyyədəkəllahu teala fiddareyn. Tələbələr arasında bir dənə təbir var, deyərlər ki, işgalı sərfi miri və cavabı sərfi miri. Yəni, sərfi mirə dair işgallar varid olunma məsələsi var, bir də ki, həmin o işgallara cavab vermələr var. Yəni, işgal varid eləyirlər, qahən də özün də işgal varid eləyə bilərsən ki, məsələn, niyə görə kəlimat-ı ərəb 3 dənə gəldi, 4 dənə gəlmədi? Bunun cavabı var. Məsələn, niyə görə Seyid Mir Şərif feilin adını çəkəndə zərəbi ilə dəhrəcəni misal vurdu? Yəni, bu qəbildən olan işgallar varid eləmək olar və onun da cavabları var. İşgal-ı sərfimir odur ki, yəni bir mətalibə işgal varid olunar, eyb tutular ki, məsələn, o böyük elm, yəni elmi səviyyəsi, intellektual səviyyəsi yüksək, məsələn, olan adamlar, alimlər yanında, o cürə, məsələn, o xırda, məsələn, elementar o işgalların o qədər də qədr-i qiyməti yoxdur. Amma mübtədilər üçün, bizim kimi, məsələn, təzə-təzə əlifba oxuyan tələbələr üçün, yəni yeni oxumağa başlayanlar üçün bihədd, bihesab qiymətlidir. O tələbə ki, məsələn, təzə-təzə sərfimir oxuyur, onun üçün bu çox faydalıdır. Liza buna deyərlər işgalı sərfimiri. Həvaşi yazıblar haşiyələrdə bu mətləbləri, yəni o haşiyə yazanlar. Rozaxanlar, məsələn, Əhl-i Məclisin havasını cəm eləməkdən ötürü nə deyərlər? Deyərlər, bəli, salavat bər Muhammed və Ali Muhammed. Sən də inşallahül-əziz Peyğəmbər və Ali Peyğəmbərə bir dənə bir salavat göndər. Ondan sonra həmin o Peyğəmbər və Ali Peyğəmbər inşallahül-əziz Allahdan istəsin ki, bu məani zehniyə, bu mətalibi ki, sərfimirdə gəlib, onları Allah mütəal, onlara xatir sənin beynində mələkə eləsin, beynüvə hopdursun. Biz də inşallahül-əziz salavat deyək. Allahümmə salli alə Muhammedin və Ali Muhammed. Biz də yavaş-yavaş hisslərimizi cəm eləyək, kitabı oxuyaq və mətləbləri başa düşək ki,
Ağay Seyid Mir Şərif, Molla Seyid Mir Şərif nə demək istəyir? Əvvəl işgal ki eləyiblər budur. Deyiblər ki, niyə Cənab-ı Seyid Mir Şərif burada bexan dedi? Bexan siğə-i əmrdir. Deməli, zəbanı farsıda, fars dilində, yəni oxu. İşgal varid eləyiblər ki, deyiblər, niyə Cənab-ı Seyid Mir Şərif burada dedi bexan, amma bedan demədi. Dedi ki, bedan, əyyədəkəllah Teala fiddarin. Yəni ki, bil, Allah səni müəyyəd eləsin, qüvvətləndirsin fiddarin, yəni hər iki dünyada. Hər iki dünyadan məqsud budur ki, yəni həm aləm-i materiyada, aləm-i maddiyyatda, nasutidə, həm də ki, ahirətdə. Bu birinci işgaldır. Bu işgala cavab veriblər ki, qərəz az kitab, yəni o kitabı oxumaqdan, bu kitabdan, daha doğrusu məqsəd oxumaq deyil. Oxumaq deyil. Kitabdan məqsəd bilməkdir. Yəni bilmək, mətləbləri fəhm eləmək, mətləbləri başa düşmək. Ona görə deyir ki, bedan. Nəinki bexan. Ona görə dedi, bedan, bilginən. Bexan demədi. Və illa əgər qərəz oxumaq olsa, məqsud, Seyid Mir Şərifin məqsudu, məramı, istəyi, iradəsi əgərləri bu kitabı oxumaq olsaydı, mümkündür insan var bir saatın içində, məsələn, 400 vərəqli, 300 vərəqli, 200 vərəqli, 100 vərəqli kitabı oxuya. 1 saatın ərzində, 2 saatın ərzində, məsələn, o kitabı oxuya bilər. Ya məsələn 3 saatın içində. İndi bu Sərf-i Mir kitabında məsələn mümkündür ki, bir adam onu başlaya bedan əyyədəkəllahu fiddarin ta gedə axıra qədər bir təxmini bir saata bunu qutarar. Adam var məsələn, bəli, romanı məsələn 600 vərəqli, 700 vərəqli məsələn romanı qısa bir zaman kəsiyində bitirə bilir, oxuya bilir. Bu bilmək deyir ki, oxudu, qutardı. Kitabı biməna oxuyarsan, tamam eləyərsən, orada da heç də yadında qalmaz, heç nə başa düşməzsən. Əllamə Hillinin əgər Hadi Əşərinin əvvəlinə baxsın, orada yazır ki, şərh-i bab-ı Hadi Əşərdə yazır ki, elmi be üsuliddin vacibdir. Yəni üsuliddinə elm tapmaq hər müsəlmana vacibdir. Dəlil və arqument nədir? Dəlil budur ki, deyir ki, Allah öz müqəddəs kitabında əmr eləyir ki, eləm ənəhu la ilahə illahu. Çün monoteizm cərəyanında, tohid inancı babında Xəllaq-ı Mütəal eləm deyib, iqra deməyib. İqra deseydi başqa, amma Allah Mütəal üsuliddin, əqaid babında, inanc babında, tohid babında, monoteisti deməli babında eləm deyib, iqra deməyib. Dedi bil, demədi oxu. Elm peyda elə, eləm, elm peyda elə, elm tapginən, elm deməli təhiyyə elə, təhsil elə ki, Xuda yeganədir, ondan başqa ilah yoxdur, ondan başqa məbud yoxdur. İnsan, əzizlər, elm üzü ilə Allahın vəhdaniyyətini qəbul eləməlidir. Körkörənə, cəhalətlə, cahilanə şəkildə elmsiz ki, tohid inancının mənası yoxdur. İnsan əldə elədiyi biliklərin, əldə elədiyi elmin, təhsil elədiyi o ülümün əsasında eləyə bilər tohid babında əqli dəlilləri ələ gətirsin. Yəni o əqli dəlillərin ələ gətirilməsi o elmin sayəsindədir, o biliklərin sayəsindədir, ülümün sayəsindədir ki, tohid babında bəli, eləyə bilər əqli dəlilləri elm üzü ilə ələ gətirə. Cahilliklə ədillə əldə eləmək olmaz ki, cahillik, cahilanə şəkildə yəni dəlillər əldə eləmək olmaz və tohidi sabit eləmək olmaz, Allahın vəhdaniyyətini sabit eləmək olmaz, Allahın yeganəliyin sabit eləmək olmaz. Bunların hamısı bağlıdır o elmə. Həzrəti Əli əleyhissalatu vəssalam ki, elmin lap o ən yüksək mərtəbələrinin fatihidir. Bütün ülüm, əsrar-ı ülümun hamısın, o zəncirləri, ülüm zəncirlərin hamısın sındırıb, o hisarları deməli məhv nabud eləyib, aradan aparanıdır və yüksək elmi deməli biliklərə malik olan bir şəxsiyyətdir. O həmin elmin deməli üzü ilə, elmin vasitəsi ilə, elmin səbəbi ilə, yəni sual olunanda tohiddən, məaddan, nübüvvətdən,
Ondan sonra Freudun maddələrindən ki, gəlirdilər ağanı, məsələn, bəziləri istəyirdilər ki, elə bir sual eləyələr, ağa güya ki, bilməyə və pərtola, nəuzubillah, xəcil eləyələr ağanı. Ağanın o gətirdiyi dəlillər hamısı elmi mədrəki olan, elmə söykənən, ülumə söykənən ədilli əqliyyə ilə idi. Yəni elmin sayəsində əqli dəlilləri əldə eləyirdi və tərəfə təqdim eləyirdi. Tərəf də Həzrəti Mövla Müttəqiyyən Əmrül-Mömin əleyhissalamın gətirdiyi bu əqli dəlillər qarşısında diz çökmək məcburiyyətində qalırdı. Ona görə də ağanın məsələn Məscid-i Kufədə ki, minbərə gedirdi, bəli, xəvaric, o hansı ki Əli əleyhissalatu vəssalama qarşı müanid olan, mütəmərrid olanlar Həzrəti Əli əleyhissalamı nəuzubillah deyərmişlər ki, kafirin əcəb elmi var. Ona görə Həzrəti Əli əleyhissalam deyir, İnnə haxunə lə ilmən cəm'a. Sinə mübarəkinə əşarə ilə sədrihi, yəni Nəhcül Bəlağənin sözdür bu. Həzrət öz əli ilə işarə elədi sinə mübarəkinə ki, yəni sinəm doludur. Kumeylə də deyib, kumeyl. Aşıb daşır sinəm. Əhlin tapa bilmirəm. Müştəri yoxdur. Bazar kasaddır. Həzrəti Əli əleyhissalamın elminin müştərisi olmadı. Ondan istifadə. Həzrət niyə görə deyirdi? Əyyuhənnas səluni qəblə ən təfquduni. Məni nə qədər itirməyibsiniz, nə qədər mənim o ictimai varlığım sizin arozdadır, nə qədər məni əl üzdən verməyibsiniz, nə qədər mən torpağın üstündəyəm, nə qədər ki bu baş torpağın altına getməyib, sizinlə bahəmdir, yer kürəsinin üstündədir, yerin altında döyür. Məndən sual elün, məndən istifadə elün, məndən soruşun. Elmi mənayadan, elmi bəlayadan, məsələn, cürəbəcürə hansı fənnilərdən. Çün Peyğəmbər əleyhissalatu vəssalam ənə Mədinətül elm deyəndə onu qeyd vurmadı ki, coğrafiya elminə, məsələn, nücum elminə mən deməli şəhəriyəm, Əli də o nücum elminin qapısıdır, ya tarix elminin mən şəhəriyəm, Əli də o tarix elminin qapısıdır. Peyğəmbər əleyhissalatu vəssalam mütləqa dedi, ələl-itlaq dedi, bütün elm sahələrində, bütün elmi demək olar ki, sahələrdə, alanlarda Həzrəti Əli əleyhissalatu vəssalam Peyğəmbər elminin deməli həm varisidir, həm qapısıdır, babıdır. Ona görə də əzizlər, mən bu mətləbləri ona görə deyirəm ki, yəni cahilliklə ədillə əldə eləmək olmaz. Həmçinin nübüvvət inancı da elm əldə eləməklə mükəmməlləşir. Yəni nübüvvətin mükəmməl olması bağlıdır sənin o nə qədər, hansı səviyyədə o intellektual səviyyəyə bağlıdır, elmiyyə bağlıdır ki, yəni sənin elmi baxımdan hansı səviyyədə qərar tapıbsan, nə qədər məsələn elmdə sənin bəhrun var, elmdən nə qədər faydalənibsən. Ona görə də insan gərək elm dalıcan gedə, elm oxuya. Elm insan üçün bir xəzinədir, elm insan üçün tükənməz bir ambardır. Yəni insan elm vasitəsilə eləyə bilər cənnəti qazana.